Bugün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Sumqayıt şəhəri Koroğlu prospektində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər yanğından mühafizə idarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600 kvadrat metr olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri satış mağazası kimi fəaliyyət göstərən hissədə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazasında baş vermiş yanğın genişlənərək digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 2 boksun yanar konstruksiyaları 60 kvadrat metr sahədə yanıb. Xəsarət alan olmayıb, bitişik yerləşən digər obyektlər yanğından mühafizə olunub.